Maraqlıdır. ifadə edə Bəli, bilmirsən. bəli. Zaten baxın az öncə bir misal çəkdiniz ki, alim göstərir bir, cavan da göstərir iki. İndi deyim ki, belə bir şansımız var. Əstəğfurullah, heç kəsə çoban falan demirəm. Deyim ki, bir halda olan insan düzü görmək üçün axı müəyyən illər sərf olunur görməyə. Birinci metodlar çoxdur. İndi biz bu proqramla bağlı çox insanlarla işləyirik, psixoloqlar olsun, çoxsundan işləyirik. Məsələn, biz özümüz belə bunu uzun müddətli görə bilirik. Yəni uzun müddət gəlir bu prosedur. Amma təlimdə bu belə olmadı. Təlimdə düşünürəm yox. Təlimdə gördüm ki, bu daha tez oldu. Bu bunun saatında, məsələn, təlimin sirri buradadır ki, bu bunun saatında gizlənmişdi. Siz onun sirrini tapa bilməyəcəksiniz zaten. Çünki siz onu görmürsünüz ətrafda. O mən deməyəcəm zaten. Çünki o sirdir. Amma mən nə deyə bilərəm sizə? İnsanlar düşünürlər ki, həqiqəti görürlər. Fikir vermisiniz, bax siz özünüzdə indi çoxlu qonaqlarınız olur, hərəsi də müxtəlif sahələrdə. Çox. Və hamı deyir ki, mən həqiqəti görürəm. Hamısı düz deyir. Deyir ki, özdə müəyyən mənada həqiqətdən görsənən bir şeylər də var. Bunu mən bilirsiniz nəyə oxşadıram? Bu o bir filə 5 korun toxunuşuna oxşadıram. Deyir bir filə 5 kor toxunur. Bir kor belinə dəyir, deyir ki, bu divardır da bu böyrünə. Biri ayağına dəyir, deyir bu ağacdır. Biri buynuzuna dəyir, deyir bu nizzədir. Biri quyruğuna dəyir, deyir bu kəndirdir. Biri qulağına dəyir, deyir o külək verən verdir. Onların hər biri özündə bir müəyyən bir həqiqət tapmışlar. Həqiqətən gözünü yumub böyrünə vursan divara oxşayacaq, ayağında tutsan ağaca oxşayacaq. Amma onlar nə qədər ki öz fikirlərinə dair açıqlıqda deyirlər, onlar fili görməyəcəklər. Bizim cəmiyyətin elə bilənlərin də problemi ondadır ki, onlar bilirlər. Bilmək yol deyil. Bilmək prosesində, mən bilirəm prosesində çatmaq, bilmədiklərimi öyrənməyin qarşısını alır. Həyatda davamlı bilmirəm prosesində yaşamaq yoldur. Həyat yoldur deyəndə onu nəzərdə tuturlar. Amma insan ona necə çıxır? İnsan axı müəyyən bir şəkildə, bizim dostumuz var, bir mühasibatlıqla məşğul olur, bir yaxşı söz var, deyir ki, 2016-cı ilə qədər mən maliyyədə mühasibatlıqda partladırdım. Mən adam axtardım ki, çıxsın desin, mən bilirəm. Deyir, amma sonra iş zat qurdum, elədim ora-bura, başım bir şey elədi, başımı buraxmışdım. Deyir, amma sonra qorxurdum görüşlərə getməyə. İçimdə bir şey yaranmışdı ki, birdən mən müəyyən olar ki, nəyəsə bilmirəm. O bilirəm səviyyəsində qalmaq üçün ətrafındakı imkanları bağlayırdı. Çünki mən bilirəm axı. Bax, bir çox insanlarda da o problem var. Onlar nəyəsə çatır və orada durur. Mən bilirəm. Qapımı bağladım, mənə başqa şey lazım deyil. Mən elə buradayım. Pul qazandım, işi qurdum, ev aldım, maşını aldım, ailə vəsə. Ya da ki, müəyyən bir sənətdə gəldi, bir yerə Maksimum. çatdı, hansındansa bir neçə nəfərdən yuxarıdır, o bilir. Amma o yeniliyi gətirmədi. Keçən il ki, baxın, bayaq dedim sizə, keçən ildən ki, təlim niyə bu il dəyişdi? Niyə mən başqa təlim keçdim? Niyə bu hər dəfə dəyişir? Çünki mən həmişə çalışıram, amma bilmirəm də olum. Çünki mən də desəm tapmışam, mən də olacam o sıralardan biri. Onda biz heç vaxt tapmayacağıq. Heç vaxtda tapmayacaqsan. Amma həyat tapmaq deyil, həyat elə yolda olmaqdır. Zaten bir misal vardı, deyirdi ki, hər qaba bir nemət qoyduqca dolar, amma elm qabına hələ nemət qoyduqca, elm öyrəndikcə o qab dayaz olar. Baxın da, tapmaq nədir? Tapdım anlamı axtarışı dayandırmaqdır. Axtarışı dayandırmaq səni yeni ürvinə, yeni mərhələyə çıxarda bilərmi? Demək, tapmaq düz deyil də. Bildiniz nə demək istəyirəm? Yəni, sənin seçimin var hər məqamda. Hər anda tapıb dayana bilərsən. Hər məqamda nəsə olacaq ki, tapmısan. Bir də ikinci seçim var. Mən tapdığım, tapa biləcəklərimdən biridir. Bizə görə çox çətindir. Həyat, biz bilirsiniz, gəlin biraz başqa cür baxın da həyata da. Əslində, bir insan olmağın qorxuları var da. Nətərsə eləməliyik, dolanmalıyıq, nətərsə eləməliyik, yaşamalıyıq, nətərsə məsuliyyətlər yığılır, o, bu zat. İşləməsəm dolanmaram, nə bilim, pensiya olmasa belə olaram, elə olaram. Əslində biz
uşaqlıqdan o qorxularda yaşamışıq da. Yəni nə bilim çöldə bilmirəm hara düşürəm, it tutar, at tutar, nə bilim neynir. Və biz qorxularımızı bağlayıb ona mənalar qatmışıq. Başqa adlar qoymuşuq ki, qorxun görməyək. Çünki qorxu bizim üçün ən ağır nöqtədir. Qorxu keçirmək istəmirik. Qorxun keçirmək istəmirik. Və insanların faktiki olaraq narahatlığı, faktiki olaraq yaşadığı o mənfi hallar, onlar qorxularının üzə çıxmasıdır. Onu istəmir, ona görə vəziyyətdədirlər. Öz qorxularını həll edə bilmirlər. Qorxunun üzünə birbaşa baxa bilmirlər. O bayaq deyirdim ona görə. O bizim o dostlarımız indi mütəmadi olaraq konsultasiyalardan istifadə edirlər. Biz orada onların məsələlərini danışdıqca hər dəfə bir müxtəlif məsələlər çıxır. Bizim bir yaxınlarda bir dostlarımızdan biri də konsultasiyadaydı. Biz müzakirə eləyirik. Onda ailə qurmaq məsələsi var idi. Deyir ki, bəs bir xanım oldu, oyuna belə gəldi, mənə filan şeylərdə mənə belə dedilər. Dedikləri də bir sənətdir. Yəni ki, kişiyə onu deməzlər də. Yəni adamı yüklüyürlər də, təsəvvürlə. Danışırıq. Deyirəm, əslində problem onlarda deyil ki. Problem səndədir ki, onlar onun yəni nəticədə qorxusu var. Başa düşmür ki, gedib olanda nə olacaq? Gəlir o məqama ki, sənə bütün istəyir ki, əvvəlcədən bütün məsələni həll eləsin. Çünki sən onlarla məsələni həllini edəcək formatda danışmırsan. Bəzən dostun ola bilər, hansı ki bilinmir, qeyri-müəyyən danışır, bilmirsən ki, nə edəcək. Düşmənin ola bilər, hansı ki bilirsən nə edəcək, o daha rahatdır sənə.